Salam aleyküm. İnkubator həvəskarları, təsərrüfat sahibləri və heyvan həvəskarları. İstədim sizinlə belə bir məlumat paylaşım. Deməli, gördüyünüz kimi belə bir panel hazırlayırıq. Qara rəngdə bu yalnız bizdə olur. Avtomat, knopka və beyin. Hamısı yerləşdirilir üstünə. İnkubatorun qabaq hissəsində olur. Arxa tərəfi isə içərdən bağlıdır. Yəni heç bir nəmişlik, rütubət girmir. Və istədim sizə yeni versiyanı təqdim edeyim. Gördüyünüz beyin qutusu. Arxasında da belə bir qırışqası olur. Deməli, materialı istiliyə qarşı, soyuğa qarşı davamlı olduğu üçün termoizolyasiyadır. Nə soyuğu, nə istini içəri buraxmadığı üçün beyinə isti təsir göstərə bilmir və soyuq təsir göstərə bilmir. Və bildiyiniz kimi elektron avadanlıqlar həddindən artıq soyuqda və həddindən artıq istidə işləmə funksiyasını düzgün yerinə yetirə bilmir. Həddindən artıq isti olanda, yəni qutunun içinə əgər isti çox daxil olarsa, beyində qızma baş verib, beynin sıradan çıxmağını gətirib çıxardır. Həddindən artıq soyuq da olsa, beyin donub öz funksiyasını yerinə yetirə bilmir. Və gördüyünüz kimi qutunun qalınlığı 2 santimetrdir və qara rəngdə boyayırıq və bu məhsul yalnız bizdə olur. Xüsusi olaraq hazırlayırıq. Kim istəsə əldə edə bilər. İndi inşallah gördüyünüz kimi avtomatı və digər 2 knopkamızı və beyni üstünə yerləşdirib tam işlək vəziyyətdə yeni bir video çəkib sizlərlə paylaşacağım.